Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Zaur Nəboğlu etiraf ilə diqqət çəkdi. Xəbər verilir ki, o aparıcısı olduğu rəngarəng verilişində qorxularından danışıb. Travmalarından danışan aparıcı mülklərinin sayını da açıqlayıb. Hər zaman deyirdim ki, evim olsun, avtomobildən çox ev arzulamışam hər zaman. Hətta dostlarım deyirdi ki, səndəki bu ev arzusu nədir belə? Mən heç kəsə başa sala bilmirdim ki, zamanında o qədər evsiz qalmışam ki, artıq küçədə qalmaq qorxum var. Elə bilirəm, bu hal yenə təkrarlanacaq. Ailəm küçədə qalacaq. Hazırda yaşadığım evi ipotek ilə almışam. İpotanda da balaca bir evim var, hələ tikilir. İstəyirəm sadəcə evim çox olsun. Birdən-birə bir şey olsa, o biri evdə yaşayım. Zamanında yataqxanada qalmışam. Yanında park var idi. Orada günə baxan toxum satırdım. Avtobusda sürücünün köməkçisi ilə işləmişəm. Küçədə meyvə suyu da satmışam. Bunu deməkdən çəkinmirəm.